Salam hörmətli izləyicilər. Bugün sizlərə bloka düşə biləcək funksiyalar və qrafiklər mövzusunda bir sualın izahını verəcəyim. Keçək suala. Deyir ki, qrafiki verilmiş y bərabərdir fx, yazıram buradan y bərabərdir fx. Funksiyasının tərs funksiyası y bərabərdir gx-a bərabərdir. İndi f-in tərs funksiyası f mənfi 1 x bərabərdir nə olmalıdır deyə gx olmalıdır. Sonra nə şəkildə verib? K-3 bərabərdir 0 olarsa bizdən nəyə soruşur? K-nı soruşur. K bərabərdir suala. İndi biz bilməliyik ki, əyərləri f misal üçün 5 dəyəri bərabərdir 3-dürsə, 3-ü mən 5-in yerinə keçirsəm, onda f mənfi 1, 3 5-ə bərabərdir. Bir-birinin yerini dəyişdirsəm, tərs funksiyaya çevrilir. İndi buradan da hər iki tərəfdən, baxın bura, bizə gx-in indi nəyə lazımdır? K-3 0-dırsa, onda g tərs funksiya bu 0-ı bura çevirsə, nəyə bərabər olar? K-3-ə bərabər olar. Tərs funksiya. İndi bizə g-nin tərs funksiyası lazımdır. G-nin tərs funksiyasını tapsa, g mənfi 1 x bərabərdir. Onda f tərs funksiyanın yenə tərs funksiyasını tapmalıyam. Bunu yaxşı yazaq. Bunun nəyini tapmalıyam? Tərs funksiyasını tapmalıyam. Onda olur g tərs funksiya x bərabərdir. F-in tərsini alıram, nə verəcək bizə? Fx verəcək. İndi g tərs funksiya x nəyə bərabər oldu? Fx-a bərabərdir. G tərs funksiya 0 var. Onda g tərs funksiyada x-in yerinə 0 yazsa, onda nəyə bərabər olur? F 0-a bərabər olur. İndi f0 dəyəri funksiyada nəyə bərabərdir? Fikir verin funksiyada f0 dəyəri bərabərdir. Bax, bu 0 verəndə nə olub? Qiymət 5 olub. f0 5-dir. Deməli, f0 dəyəri 5-dir. Tərs funksiyada da 0 5-ə bərabərdir. İndi gətirək burada yerinə yazaq. Tərs funksiyada 0, g-də tərs funksiyada 0 nəyə bərabər oldu? 5-ə bərabər. 5 bərabərdir. Yazmaq olar k-3. K buradan neçədir? 8. Deməli, doğru cavab neçə olur? 8.